Mingəçevirdə icra başçısının heç helikopter düşmə meydançası yoxdur da. Orada bir dənə helikopter meydançası var. O da prezidentin iqamətgahı olduğuna görədir. Mənim başım çıxmır. Bu qədər saraylar bu İlham Əliyevin nəyinə lazımdır? Bəlkə də heç Mingəçevirdə getməyib, yox. Amma orada mənə dedilər ki, artıq nağdır, 7 ildən çoxdur ki, orada tikili bu. Tikilir. Bu sualın da cavabı var. Biz sənin də efirlərində, mənim də videolarımda həmişə nə sözü təkrarlayırıq. Əliyevlərin gözü doymur. O artıq xəstəlikdir. Yəni baxın, biz yaxınlaşdır. Okey. Yəni məsələ ərazi olaraq niyə Mingəçevir, Tovuz, Qəbələ, Kürdəmir yox. Biz sualın cavabı odur ki, İlham Əliyev sadəcə doymur. Yəni onun gözləri doymur. O istəyir daha çox mülkə sahib olsun. O istəyir daha çox deməli əraziyə sahib. Necə bu hara aparacaq bu qədər? O xəstəlikdir. Bəziləri şərhlərdə yazır ki, bu xalqımıza qalacaq da. Xalqımıza qalacaq deyil. Bu sərvət indidən xalq ölüb gedəndən sonra nəyinə lazımdır? İndiki dövrdə nə qədər qazilər özünü öldürür, onların yaşamasına, öldürməməsi üçün bax bu kilən bura sərf olunan pullar onlara sərf olunmalıdır da. Bax görsən 2 helikopter düşməsi üçün yer. Bəli, bəli. Bu Mingəçevirdə kimin belə yeri ola bilər ki, orada helikopter düşsün. Bu da strateji bir obyekt yeri deyil ha. Yəni ki, deyim ki, Mingəçevir su anbarı. Mingəçevir su anbarı hələ biraz lav yuxarıdadır. O təcili yerlər ora düşə bilərdi. Burada sarayın qabağına niyə böyük villanın qabağına düşsün ki? O bu ərazidə. Görürsən. Və qonşuluqda heç nə yoxdur ha, fikir ver. Qonşuluqda da ancaq mühafizə xidmətinin qaldığı yerlərdir. Bu saray. Baba fikir verəcəksən, görürsən saraydır. Bura Mingəçevir su anbarı, hər hansı bir inzibati binası deyil ki. Yenə deyirəm ki, Əliyevlər niyə 1 milyarda yaxın mülkə Londonda sahib olub? Niyə Dubayda alır? Niyə Bodrumda mandarin ateli alır? Bu insanlar ancaq alverçidirlər də. Bunlar doymur, bunlar istəyir ki, daha çox olsun, daha çox olsun. Və ona görə də mən həmişə izləyicilərə deyirəm ki, ay cəmaət, biz ümidlənməməliyik ki, bu İlham Əliyev doyubdur, bunun yerinə kimsə gəlsə, prezident olsa, o daha çox talayacaq. Bu belə işləmir. İlham Əliyev heç vaxt dayanmayacaq. Bunlar ölkəni ailə daxilində bölüblər. Paşayevlər də hansı sahəyə nəzarət edirlər, restoranlar, otellər, sonra nələr orada var, mollar və s. Leyla Əliyeva da nəyəsə nəzarət edir. Bunlar qanunilərdir. Qeyri-qanuni bilirsən, fahişəxanalar var. Nə bilim, nələr var. Otel adında fahişəxanalar var. Xüsusən də onları da polislər işlədir. Polis generalları başında durur. Birini mən Suraxanada özüm göstərdim. Məlumatlar da verdim, zəng də elədim. Cavanşir Məmmədov var, general, ixtişaşlar olanda güya onlar yatırır, mitingləri onlar yatırır. Cavanşir Məmmədov, hansı ki bu Quba üsyanlarını o yatırmışdı. O indi işdən çıxıb fahişəxanalar işlədir. Pullar da hara gedir? Polisdə yığılan bütün bu pullar hara gedir? Heydər Əliyev fonduna. Elə bilirsiniz, polislər, Mehman, sən də çoxlu videolar çəkirsən polislər barədə. Polislər bu oğraşlıqlarını elə bilirsiniz öz xoşlarından edirlər, öyrəşdiriliblər və onlara yuxarıdan tələb gəlir. O yuxarıdakılara da Heydər Əliyev fondundan tələb gəlir ki, siz bizim fondumuzu doldurmalısınız, doldururlar da. Sizə qəribə gəlmir, Heydər Əliyev fondunun pulu harada formalaşır? Bir dəfə hesabatlıq var. Yox. Deyək ki, İlham Əliyev polisin bəzi qanunsuzluqlarına göz yumur, zorakılığına göz yumur. Çünki polis də bunu qoruyur axı. Yaxşı, bəs İlham Əliyev polisin narkotik satdırmasını niyə göz yumur? Axı bu ən şərəfsiz bir şeydir. Ona görə göz yumur ki, oradan gələn pullar Heydər Əliyev fonduna gedir. Ölkə batıb, vallahi mən belə ölkə dünyada görməmişəm. Doğru. Yaxşı məqama toxundun ki, həqiqətən də Heydər Əliyev fondu nə hesabatlıq prinsiplərinə riayət eləyir, nə açıqlama verir, nə mənbəni göstərir, kim, hansı adam nə qədər fonda ianə edib, nə qədər pullar hara xərclənib. Heydər Əliyev fondu qara kassadır və İlham Əliyev o vaxtları bu
dəniz piratları olurdu da, dəniz dələduzları. İndi Gəmi də var. tuturuyor, indi də var, deyirlər Somalidə də var. indi də var da. Pulları köçürün. İlham Əliyev o prinsiplə də ölkəni idarə eləyir ki, bu Heydər Əliyev fondu bizim kassamızdır. İanə eləyin, göndərin. Amma kim göndərir, nə qədər göndərir, pullar hara gedir, bu haqda heç nə yoxdur. Yenə deyirəm ki, Amma ölkəndə çox belə deməliyəm bunun. Gözümü saxlaya bilmirəm. Çox şərəfsiz bir addımdır da bu. Yəni fondun adını qoyardılar ki, nə bilim, Məmməd fondu, adını qoyardılar, nə bilim, Cümhuriyyət fondu, nəsə də Heydər Əliyev qoymamalıdılar da bunu. Yəni sənin atana hörmətin varsa, sən bu çirkəb işi niyə onun adı ilə əlaqələndirirsən? Yəni adını qoyma da. Mən deyərdim bəlkə də Mehriban Əliyeva axı Heydər Əliyevə nifrət edirdi. Bu fondun da rəhbəri Mehriban Əliyevadır. Özü elə başlanğıcdan bu qadı 2005-ci ildə qoyub, 2004-dəmi, 2005-də bu fondu yaradanda. Heydər Əliyevin adına qoyub ki, elə qoyub bütün çirkəbləri yazılsın Heydər Əliyevin adına. Bunlar da xislətdir. Baxın, Əli Nağıyev DTX rəisi anasının adına restoran açıb, adını da çəkmirəm burada da. Restoran hamı da bilir. O restoranda, kabinetlərdə fahişəliklə məşğuldurlar. Yəni bunlarda adətdir də, yəni hörmətin olsun, o da anası da ölüb gedib. Bəsdir də, budur sizin öz müqəddəsinizə hörmətiniz. Restoran adı qoyma da. Adını qoy xeyriyyə fondu, yaxşı, orada da onsuz da basıb yeyəcəksiniz. Bir bulaq aç adına, gəl bu su içənlər desinlər Allah rəhmət eləsin. Restoran açırsan ananın adına. Restoranda da, kabinetlərdə fahişəlik eləyirlər. Bu ayrı bir şeydir. Bu dəhşətli, bu faciədir və mən əminəm ki, gələcəkdə nə vaxt ki bu hakimiyyət gedəndə, bu hakimiyyət yola salınanda biz bax bu dərinliklərə gedib onların hansı oyunlardan çıxdıqlarını, hansı cinayətlərin elədiklərini biz ortaya qoyacağıq. Yəni mən tam əminəm ki, Heydər Əliyev fondunun adicə maliyyə sənədlərini biz araşdırsaq, orada ən qədər cinayətlər, ay nə bilim, dəhşətli mənzərələr olacaq. Buna mən tam əminəm və bu da geci-tezi olacaq. Ona görə də Əliyevlər ailəsi, yenə deyirəm, ölkəni bölüblər aralarında, talayırlar, kef eləyirlər. Mənim məqsədim isə insanları ayıltmaq. Bax mən deyirəm ki, bu korrupsiya biz hər efirdə deyirik. Bax bu gün Allah Taala o həmin korrupsiyanın nəticəsini İlham Əliyevin qarşısına yenə çıxartdı. Bu gün Bakıda Urban forumu keçirilir və bu, hörmətli izləyicilər, bu beynəlxalq bir forumdur. Şəhər salma üçün, bax, indi xarici Avropadan gəliblər, Afrikadan gəliblər, Mərkəzi Asiyadan qonaqlar gəliblər. Bax, bu mənzərə ilə rastlaşıblar. İlham Əliyev, bax, utanmırsanmı sən ölkəni bu vəziyyətə gətirib çıxarıbsan? Bax,